Qoşma janrına aid ikinci nümunəyə baxaq. Aşıq Alının getdi rədifli qoşması. 3 bənddən ibarətdir gördüyümüz kimi. Qoşma olduğuna görə, deməli, hər misrada 11 heca var. Bölgünü tapırıq. Ay həzarat, gəlin sizə söyləyim. Deməli, bir fasilə ilə bölündüsə, bu 6-5 olacaq. Ay həzarat, gəlin, burada 6 heca var. 5 heca isə qalır ikinci bölümə. Və deməli, şeir 6-5 bölgüsündədir. Qafiyələri müəyyənləşdiririk. Birinci bəndin son sözü birinci misrada son söz söyləyimi A ilə işarə edirik. İkinci misranın son sözü getdi B. Üçüncü misranın son sözü paşa yenə fərqli sözdür C. Və dördüncü misranın son sözü getdi, ikinci misra ilə eyni sözdür B. Amma getdi, hər ikisi eyni söz olduğuna görə artıq bu qafiyə yox, rədifdir. Onda qafiyə bundan əvvəlki söz olacaq. İkinci misrada çay oldu, dördüncü misrada isə tay oldu. Deməli, şeirin əsas qafiyələridir. Və deməli, 2, 4 birinci bənddə qafiyələnib, 1, 3 sərbəstdir. Qalan 2 bənddə ancaq 4-cü misrada əsas qafiyə işlənəcək. Çay oldu, tay oldu, qafiyələrlə uyğun söz vay oldu. 3-cü bənddə isə zay oldu. Deməli, hər ikisi B qafiyələnəcək, deməli, uyğunlaşacaq. Deməli, birinci bəndin 2-ci, 4-cü misraları ilə həm qafiyə olacaq. Getdi isə, deməli, qafiyədən sonra, əsas qafiyədən sonra işlənib təkrarlanan söz adlanır rədif. Artıq bu şeirin əvvəlki şeirdən fərqli, burada rədifin işlənməsidir. Sonuncu bənddə Aşıq Alı adı çəkilib, ona görə bu bənd möhür bənd adlanır. Deməli, bu 3 bənddə birinci bəndin qafiyə quruluşu, yəni qafiyə 2 misrada olur, 2-4-də. Sonuncu bənddə isə ad çəkilir. Yerdə qalan bu iki xüsusiyyəti daşımayan bütün bəndlər, əgər 3-dən çoxdursa bəndin sayı, arada qalan bütün bəndlər olacaq orta bənd.